Salam, sizləri yeni bir videoda xoş gördük. Bugün biz Python mövzusuna aid maraqlı bir sualın izahını paylaşırıq. Kanalımıza abunə olub bizə dəstək olmağı unutmayın. Deməli, bizim paylaşacağımız mövzu bubble sort haqqındadır. Bubble sortun nə olduğunu izah edeyim, ondan sonra paylaşımımıza davam edək. Deməli, bubble sort hər hansı daxil olunmuş ixtiyari bir siyahının içərisindəki elementləri müqayisə edərək birini digərinə yerini dəyişməklə azalandan artana doğru ekrana çap edən bir algoritmdir. Yəni, məsəl üçün, ekranda gördüyünüz kimi 4, 5, 3, 2, 1, 6 elementləri hər hansı bir siyahıya daxil olunarsa, həmin bu bubble sort nəticəsində 1, 2, 3, 4, 5, 6 ekrana çıxmış olur. Və bunun algoritmini yazaq və bu arada qeyd edeyim ki, bubble sort üsulu ilə algoritm yazanda 2 dənə siyahı işlətməyiniz yol verilməzdir. Yəni, necə 2 dənə siyahı? Məsəl üçün, hər hansı bir A siyahısı təyin edirsiniz. Məsəl üçün, A siyahısında kəmiyyətlərimiz var. B siyahısı boşdur və B siyahısına A-nın kiçik elementlərini bir-bir daxil edib, daha doğrusu B-yə daxil edib A-dan silməyiniz, yəni bu bubble sort qaydasına görə yol verilməz. Siz gələk müqayisəni bir siyahının özünün içərisində aparasınız. Çox uzatmayaq, keçək videomuzun izahına. Hər hansı bir B dəyişəni təyin edəcəm. Məsəl üçün, B dəyişəninə siyahı mənimsədəcəm. Bu B dəyişən siyahının elementləri nə olsun? Deməli, məsəl üçün, 5, 151, məsələn, 3, 2, məsələn, 4. Bu qədər məncə kifayət edir. Sonra, biz bu müqayisə üçün anlaşılandır ki, biz təbii ki, dövr qurmalıyıq. Dövr qurmağımız üçün bizim bir dəyişənə ehtiyacımız var ki, o bizim dövrümüzün hara qədər işlədiyini təyin edəsin. Yəni, dövr belə baxanda sonsuz işləmir ki, məntiqlə baxanda. Ona görə də biz nə edəcəyik? Hər hansı bir Z dəyişəninə demək, B siyahısının uzunluğunu mənimsədəcəyik. Uzunluğu da necə mənimsədirdik? Sətirlərdə və siyahılarda len üsulu ilə, len B deməklə biz Z dəyişəninə B siyahısının uzunluğunu mənimsəmiş olduq. Uzunluq deyən nə başa düşülür? Yəni ki, neçə dənə elementi var. Buradan da 5 dənə element olduğunu görürük. Və indi gəldik ən maraqlı bir hissəyə. Biz burada dövr quracağıq, amma necə quracağıq? O biraz maraqlı və bir qədər də çətin hissədir. Deməli, for dövrü quracağıq təbii ki. For dövrünü necə qurur, onu da izah edeyim. Deməli, for yazarıq, hər hansı bir dəyişən təyin edəcəm. Məsəl üçün, i deyəcəm. For in range olmaq şərti ilə. Deməli, bu kəmiyyətin içərisini necə təyin edəcəyik? Kəmiyyət deyəndə, yəni for dövrünün dəyişənləri nəzərdə tuturam. Sıfırdan verəcəyik z-yə qədər. Yəni, sıfırdan nəyə görə z-yə qədər, onu da izah edeyim sizə. Deməli, sıfırdan başlayacaq. 0, 1, 2, 3, 4 və 5-ə gəlib çatmayacaq. Yəni, bilirik ki, for dövrünün axırıncı elementi daxil olmur. Bu da z də uzunluq olduğuna görə z bu for dövrünə daxil olmayacaq və dövrümüz 5 dəfə işləmiş olur. Yəni 0, 1, 2, 3, 4 burada 5 dənə tam ədəd olduğunu görürük. Və for dövrünün içərisində ayrı bir for dövrü qurmalıyıq. Bilirəm, biraz çətin səslənir, amma inşallah ki, anlaşıla bilər. Sonra, hər hansı bir dəyişən təyin etmemiz lazımdır. Məsəl üçün, A deyəcəm. For A in range deməklə dövrümüzü təyin eləmiş oluruq. Və bu dövrdə nə quracağıq? Orası da biraz çətin hissədir. Deməli, 0-dan z-yə qədər, baxın, dövrümüz işləyəcəksə, demək ki, 0-dan z-yə qədər, yəni 0-dan 5-ə qədər, yəni 0-4 intervalında hər ikisi də daxil olmaq şərti ilə bizim dəyərlərimiz yoxlanmalıdır. Yəni, 0-dan 4-ə qədər işləyirsə, demək ki, bizim bütün dəyərlərimizi bir-bir yoxlamalı olacaq. Yəni, 5 dəfə dövr gedəcək. Və burada da siyahının 5 dənə elementi olduğu görürük. 4, 2, 3, 151 və 5 olmaqla 5 dənə elementi olduğunu görürük. Və 5 dənə elementi varsa, demək, bir dənəsinə neçə dənə düşür? 4 dənə müqayisə düşür, ən uzağı. Və ikinci elementə ən uzağı 3 dənə. Üçüncüyə 2 dənə, dördüncüyə 1, 5-ci isə yerdə qalan ədəd olduğuna görə müqayisə düşmür. Və bu ehtimallar nəzərə alaraq biz şərtimizi təyin etməliyik. Təbii ki, bu da 0-dan başlayır, 0, vergül. Və bir dəyişən üçün, məsəl üçün, deyək 5 dəyişən.
fərz edin ki, 5 dəyişəni hər birindən böyükdür. Fərz edin. Bu neçə dəfə müqayisə olunacaq? 1, 2, 3 və 4 dəfə. Nəyə görə? Çünki 4 dənə dəyərimiz var. Ən uzaq olduğunu müqayisə eləmək hallarını tapsaq, biz bütün müqayisə olmuş halları nəzərə almış kimi sayıla bilərik. Ona görə də nə yazacağıq bu şərtin dövrünə? Z çıxılsın I çıxılsın 1. Nəyə görə? Çünki, yenə də deyirəm, məsəl üçün, i-nin burada ilk öncə 0 aldığını görürük. Məsələn, i-nin 0 aldığı müddətcə dövrümüz necə işləyəcək, onu sizə izah edeyim və digərləri də bu şəkildə başa düşürlər. Sonra, for dövründən bir dənə də for dövrünə düşməli olacaq. Və bu for dövrünü necə işləyəcəkdimi? Həmin bu 0 görürsünüz. Bu 0 bu 0 deyil ha. Yəni, sadəcə bu bizim dəyişənimizi təyin edir ki, yəni neçə dəfə işləyəcək. Bir növ bunun kimi təyin edir. Və burada da biz 0-dan hər hansı bir dəyişənə kimi, yəni z çıx i çıx 1, yəni birinci element olduğu müddətcə biz 4 dəfə dövrü işlətmiş olacaq. Çünki bütün ehtimalları nəzərə almalıyıq. Heç nə, burada şərtimizi yazacağıq. If else ilə yazmalı olacaq. If else şərti ilə. If şərtdə nə verəcəyik? Orası biraz maraqlı hissədir. Deməli, şərtimizdə heç nə, çox sadə bir şəkildə if B müqayisə, daha doğrusu müqayisə yox da, yəni indeks şəklində verəcəm. B-nin A-nıncı elementi əgər ki, B-nin A plus 1-indən böyük olarsa, yəni A plus 1 nə gedir burada? A-ya nə vermişik? 0 vermişik. Yəni 0 üçün baxırıq hal-hazırda. B-nin 0-cı elementi nədir? 5-dir. Əgər 5 151-dən böyük olsa, biz 5 ilə 151-in yerini dəyişməli olacaq. Və buna görə şərt təyin edəcəyik. Əgər ki, bu şərt ödənilsə, neynəsin? Kəmiyyətlərin yerini dəyişmiş olacaq. Bunu belə yaza bilərik. Deməli, B-nin A-nıncı elementi və vergül qoyub belə bir yazılış mövcuddur. B-nin A plus 1-i bərabər olur, deməli, B-nin A plus 1-nə və növbəti B-nin A-nıncı elementinə. Və bu yazılış biraz qəribə görsən, bunu da tam xırdalığına qədər izah edeyim. Demək, B-nin A-nıncı elementi və B-nin A plus 1-ci elementini biz bərabər eləyirik. B-nin A plus 1, yəni bu sintaksı görürsünüz siz burada. Burada birinci ilə, burada tərəfdəki birinci, yəni sol tərəfin, sağ tərəfin birinciləri, solun ikincisi ilə sağın ikincisi müqayisə olunur əslində. Müqayisə olunur deyəndə, yəni mənimsədilmə qaydası, yəni buradan gedir. Bərabərliyin tərəfindəki, yəni sayla baxılır. Yəni, məsəl üçün, bərabərliyin sağındakı birinci element artıq soldakı birinci elementə mənimsədilmiş olur. Əgər ki, bu if şərti düzgün hesab edilərsə. Heç nə, bu şəkildə algoritmimizi qurtarmış oluruq və əgər artırmalı bir işimiz yoxdursa, heç nə, bu şəkildə print sadəcə bizə B-ni çapa vermək qalır. Və gəlin yoxlayaq görək algoritmimiz işləyir, yoxsa yox. İndi terminalımız açılsın və bu şəkildə gördüyünüz kimi bubble sortu tamamlamış olduq. Yəni, bizi daxil olunan ədədlərə baxın. 5, 151, 3, 2, 4. Mən ixtiyari olaraq daxil eləmişdim. Amma bizdə terminalda 2, 3, 4, 5, 151 olmaqla, yəni bubble sort algoritmindən keçərək çapa verilmiş bir siyahını görürsünüz. Bu qədər, bubble sortun izahı bu qədər idi. Ümidvaram ki, videonun izahı sizlər üçün aydın olar və sizin bu izahı dəyərləndirməyinizi istəyirəm. Əgər aydın izah elədimsə, rəylərdə bildirməyi unutmayın. Çünki, yəni, yenə də deyirəm, kanalımız təzədir. Ola bilər ki, bəzi nüanslarda səhvlik eləyə bilərik və səhvliyi bizə bildirsəz, heç də məyus olmuş olmarıq. Daha da sevinərik ki, videomuza diqqətlə baxılıb bizə səhvlərimizi bildirirlər. Və hər hansı bir təklifiniz olsa, yorumlarda bildirin və mən bunları həvəslə oxuyarım. Bu qədər, videomuz bu qədər idi. Sağ olun. Və bu arada bir şey də qeyd edeyim ki, əgər bu videoyu izlədinizsə və bu qaydanı başa düşə bildinizsə, bubble sort kimi bir dənə də düzülüş qaydası var. Heap sort deyirlər ona. Məsəl üçün, siz hər hansı bir siyahı daxil edəcəksiniz. Məsəl üçün, 5, 151, 3, 2, 4 daxil olunur. Məsəl üçün, heap sort da amma 151, 5, 3, 4, 3, 2 çıxmalıdır. Məsəl üçün, siz bu siyahını daxil edədinizsə, terminalda çıxışı belə olacaq.
Deməli, burada yazaq 151, 5, 4, 3, 2. Yəni, bu descending qanunu uyğunluğu ilə terminalınıza çıxmış olacaq. Əgər siz deməli, heap sortu yazsınız. Əgər bu algoritm başa düşsünüzsə, özünüzü yoxlamaq üçün heap sortu da özünüz üçün yaza bilərsiniz. Bu qədər, sağ olun.